Akşamınız xeyir olsun. Aziz izleyiciler, teşekkür ederim. Gönderdiğiniz mesajı okudum. Kabul ettim, haklısınız. Ancak uzun müddettir sağlamlığımla alakadar yani hiçbir hareket edebilmirəm. Artık normallaşma gedir prosesdə. Şimdi çalışacağım. Bundan sonra faktlarla, subutlarla devlet organlarında baş veren haksızlıklar ve maraqlı verişler hazırlayacağım, size təqdim edeceğim. Yani minnətdaram, teşekkür ederim. Allah köməyiniz olsun. Mənə belə saygı gösterirsiniz. Ümidvaram ki, gələcəyə bir yerdə addımlayacaq və bu haksızlıklara son qoymağa çalışacaq və nail olacaq. Azərbaycan xalqına, Azərbaycan dövlətinə, Azərbaycan konstitusiyasına bir yerdə. Bizler, sizler hamımız haqq ədalət istəyirik. Azərbaycanda o qəti mümkün deyil. Ümumiyyətlə haqqdan, ədalətdən danışmaq mümkün deyil. Xüsusilə hüquq mühafizə orqanları, hüquq müdaxilə orqanına çevrilib. Bunu hər kəs görür. Tək mən deməyimlə deyil. Ancaq mən konkret faktlarla, subutlarla təqdim edəcəm. Dövlət orqanlarında hansı proseslər baş verir, hegemonluq, bütün məmurların qabağında qoçu dəstələri, arxalarında polis və hüquq müdaxilə orqanları durur. Polisin de arkasında yəqin ki, özünüz bilirsiniz, eşitirsiniz, görürsünüz ki, polisin adına ləkə gəlir, deyir bizim cənab prezident, polisimizi ləkəliyirsiniz. Mən heç vaxt polisi tutmayacağım, neynəmişəm, bunları da görmüşük yalnız. Deyir, müdafiə edir. Şimdi hələ ki, biz bugünkü gündə onun karşısında acizik ve ümidvaram ki, çalışacaq birgə hüquq dövlət olaraq öz hüquqlarımızı bərpa etmək üçün. Prezidentin güzel bir sözü var, deyir kimin pulu var, mahnına sipariş verir. Şimdi bizim pulumuz yoxdur da, mahnını gözləyik, haçan ola oynayıb qutaracaq. Bize yer qalacaq, biz de biraz el qol açıb oynayacaq. Başka hiç çıxış yolumuz yoxdur. Sağ olun. Yaxın zamanlarda ciddi çekilişler çekeceğim, təqdim edeceğim size. Çok sağ olun.